siz yaxşı öyrənsəz, loqaritmadan heç bir problem yaşamayacaqsınız. Uşaqlar, hal-hazırda sizlərlə paylaşdığım sual, deməli uşaqlar, elgə 5-ci dərəcədən kök altında 10 üstü 2, olur arada belə şeylər uşaqlar. Rastlaşırıq da belə şeylərlə. Aha. Və plus elgi 3-cü dərəcədən 10. Uşaqlar, deməli burada əsas nəyə fikir verib? Şagirdlərin çoxu nə edir? Kökü gördüsə qutardı getdi. Yəni bunu artıq yazmayacaq, dayanıb baxacaq. Uşaqlar, kök çətin deyil axı. Siz kökü onda belə çıxır ki, anlamamısınız. Kök çox maraqlı mövzulardan biridir. Sadəcə bəzi nüanslar var ki, onları tam dərk eləməlisiniz. Uşaqlar, deməli gəlin ilk olaraq bizə elginin nə olduğunu veribdir də. Yəni biz elginin nə olduğunu aydınlaşdıraq. Elgi nədir? Şagirdlər, baxın. Burada bir nüans var. Elgi, əslində biz necə tanımışıq? Loqaritma, log yazırıq da. Uşaqlar, buradakı o hara gedib? Hanı bu o? Şagirdlər, yadda saxlayırsınız. Loqaritmada necə idi vəziyyət? Əsas olurdu. Deməli, əgər bunun o'su hara gedib? Uşaqlar, elgi 10 əsas deməkdir. Yəni, loqaritma 10 əsasdan məsələn x olsun. Yəni, buradakı elgi nə deməkdir əslində? 10 əsas deməkdir. Yəni, oradakı sıfır gedib də, hara gedib? Onun yanında. Bax, onun yanındadır. Bir də uşaqlar, loqaritmada ln də var. Yəni, bu da biraz fərqlidir. Yəni, burada iki fərqli bir şey var. Biri elgdir, digəri lndir. Bu ln isə uşaqlar, y əsasdır. Yəni, bunun əsası y olur. Bu qardaşımızın da əsası 10 olur. Deməli, necədir vəziyyət? İndi elgə yazıbsa bizim əsas nə olacaq? 10 olacaq. Gəlin, bunu aydınlaşdıraq. Uşaqlar, daha sonra bizə nə lazımdır? Biz nəyə bilməliyik? Bizdə əsas məqam odur ki, biz kök verib də bizə. Bunu necə yazaq? Bunu necə həll eləyək? Şagirdlər, yadda saxlayırsınız bu düsturu. Deməli, x üstü m, burada n yazıram. Və siz bunu kökdən azad eləmək üçün, tutaq ki, elə bir qardaş verib ki, bizə bu kökdən çıxmır da. Ona biz x qardaşımızı yazırıq, uşaqlar, baxın. X qardaşımızı yazırıq, bunun üstündəki bu dərəcəni götürürəm, kökün dərəcəsinə bölürəm. Bax, bu cür. Düsturumuz budur. Və bizə verilən kök altında olan onları da indi bu formada yazacağıq. Yaxşı, uşaqlar. İndi necə eləyəcəm? Yaxşı. Yaxşı, müəllim, necə eləyəcəm? Uşaqlar, sizə tam aydın olsun deyə mən elgini loqaritma yazacağam. Yəni, loqaritma, log yazacağam. Və burada nə baş verəcək? Uşaqlar, bu 10-u götürürəm. Nə eləyəcəm? Bunun üstündəki 2 və bunun üstündəki 5. Bölürəm bura. Təbii ki, əsasda unutmayaq da. Əsasımızda 10-dur. Yazıqda qalmasın da orada uşaqlar. Aha, indi burada nə eləyəcəm? Burada da loqaritma yazacağam. Uşaqlar, burada da eyni qayda ilə 10, 2 böl 3. Aha. Bəs buradakı 10-ları onu da yazaq da. Aha, yazdım. Uşaqlar, plus həmçinin loqaritma, burada 10, üstündəki qardaşımızı yazırıq 3 bölü 5 və 10. Razıyıq? Daha sonra plus, burada loqaritma 10 əsasdan 10 üstü, burada da 1 var da, yazmamışıq bunu. Yazmayaq da bir uşaqlar. 1 böl 3. Aha, bu cürdür. Aha, uşaqlar, nə küçək xəttim var. Deməli, uşaqlar, indi nə eləyəcəyik? Baxın, qayda necə idi loqaritmada? Qüvvət gələcəyə qarşıya nə baş verəcək uşaqlar? 5-də 2 loqaritma 10 əsasdan 10 plus buradakı qardaşımız gələcək qarşıya 3-də 2 loqaritma 10 əsasdan 10 və təbii ki plus loqaritma 10 əsasdan 10 buradakı 5-də 2 də onlardan ayırmırıq, o da onların bir qardaşı. Qoyuruq bura. Uşaqlar, indi üstə biri də qoyacağıq. Baxın, buradakı loqaritma 10-da onu da yazırıq. Nə demişdik uşaqlar? Bu qardaşlar bir-birinə bərabər olanda nə baş verir? Bu gedir 1-ə. Və necə? Məsələn, uşaqlar, loqaritma mm. Bu eləyəcək 1. Yəni, bunlar bir-birinə bərabərsə 1 sayılır. Yaxşı? Onda belə çıxır ki, mən hər birinin yerinə nə qoyacam? Bax, bunların. 1 qoyacam da, uşaqlar. Baxın, bunların hər biri nədir? 1-dir də. Gördünüz? Yaxşı, 5-də 2-ni 1-ə vuranda nə eləyir? Təbii ki, 5-də 2. 3-də 2-ni 1-ə vuranda nə eləyir? Təbii ki, 3-də 2. 5-də 3-ü 1-ə vuranda nə eləyir? 5-də 3. 3-də 1-i 1-ə vuranda 3-də 1. Uşaqlar, bu qardaşları toplamaq üçün bizə əkov lazımdır. Əkovumuz da 15-dir. Hər birini 15-ə gətirməliyəm. Bunun 15-ə gəlməsi üçün hər tərəfini 3-ə vururam. Eləyir 15-də 3 dəfə 2-nin 6. Bunun 15-ə gəlməsi üçün hər tərəfini 5-ə vururam uşaqlar. Bu eləyir 15-də
10 üstə gəlinsin. Uşaqlar, bunun 15-ə gəlməsi üçün hər tərəfin 3-ə vururam. Bu eləyir 15-də 9 və bunun 15-ə gəlməsi üçün hər tərəfin 5-ə vururam. Uşaqlar, bu da eləyir 15-də 5. Və təbii ki, məxrəc olduğu kimi saxlanır. Baxın, məxrəc olduğu kimi saxlanır və yuxarıda verilən qardaşlar toplanır. Necə? 6 və 5-in cəmi 11, 11 və 9-un cəmi 20, 20 ilə 10-un cəmi nə edir? Uşaqlar, 30 edir və 30-un 15-ə nisbəti də 2 eləyir. Gördünüz necə sadədir? Yəni uşaqlar, vəziyyət necə oldu? Biz ilk olaraq onu kökdən azad eləməyə çalışdıq. Gördüyünüz kimi mən onu necə kökdən azad elədim uşaqlar? Təbii ki, bir xüsusi düstur verdim və o düstur sayəsində biz onu kökdən azad elədik. Daha sonra nə baş verdi? Biz bilirik ki, uşaqlar, burada bərabərlik olanda, eyni şey olanda bu nə deməkdir? Bir deməkdir də uşaqlar. Yaxşı, onu gözdən çıxardıq. Onu gözdən çıxarandan sonra da artıq ki, təbii ki, bizə adi kəsrlərin toplanması mövzusundan məlumdur ki, necə toplayırıq? Məxrəc bərabərləşir, yəni ortaq məxrəc eləyirik, daha sonra tapırıq. Cavab oldu 2. Yəni, bu da belə. Uşaqlar, loqaritma çox önəmli mövzulardan biridir. Demək olar ki, buraxılış imtahanına yəni, həmişə düşür. Buna görə loqaritma mövzusunu tam yaxşı öyrənmək lazımdır. Daha sonra nə edəyək, uşaqlar? Daha sonra sizlə buraxılış imtahanına düşmüş bir sualı daha paylaşacağım və bu çox önəmli mövzudur. Uşaqların çoxu çətinlik çəkir. Mən istəyərəm ki, sizə aydınlaşdırım o mövzunu. Necə olacaq uşaqlar? İlk olaraq uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar. Bunu anlamağa çalışaq. Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar nələrdir? Uşaqlar, mən sizə şəkil çəkməyəcəm, mən sizə heç nə göstərməyəcəm. Mən sadəcə istəyirəm ki, siz bunu tam şəkildə başa düşəsiniz. Yəni, şəkil çəkməyə ehtiyac yoxdur. Mən sizə bunu aydınlaşdıracağam. Yaxşı, uşaqlar. Deməli, nə edəcəyik, əzizlərim? İlk olaraq, uyğun nə deməkdir? Uşaqlar, baxın, uyğun tərəfləri, yəni şərtdə əgər uyğun sözü keçirsə, bax, bura yazıram. Biraz tez-tez yazaq. Uşaqlar, deməli, şərtdə uyğun tərəfləri sözü keçirsə, uyğun tərəfləri paralel, baxın, paralel və ya perpendikulyar olan bucaqlar. Yaxşı. Bunlar nədir? Gəlin bunları birinci sizlə aydınlaşdıraq. Uşaqlar, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar deyəndə ağlınıza iki şey gəlsin. Bir, eyni adlı gəlsin, bir də müxtəlif adlı gəlsin. Yaxşı. Yaxşı, eyni adlı nədir, müxtəlif adlı nədir? Uşaqlar, adına baxın, eyni adlı. Bu nə deməkdir? Məsələn, tutaq ki, bizə bucaqlar versin, alfa və beta bucağı versin. Yaxşı, biraz uzadaq da, səliqəli yazıq da bizdən küsməsin. Alfa və beta bucaqlarını yazdıq. Yaxşı, uşaqlar, indi eyni adlıdırsa bu əgər, eyni adlı. Deməli, bucaqlar bir-birinə nə olacaq? Bərabər olacaq. Gəlin, mən burada sizin üçün belə ayırım. Baxın, uşaqlar, sizin üçün ayırım. Eyni adlı iki cür olur. Bucaqlar və müxtəlif adlı bucaqlar, yaxşımı? Müxtəlif adlı bucaqlar. Eyni adlı bucaqlar və müxtəlif adlı bucaqlar. Uşaqlar, eyni adlı olanda bu alfa betliyə bərabər olur. Müxtəlif adlı olanda alfa ilə betanın cəmi isə 180 dərəcə olur. Uşaqlar, eyni adlı olanda şərtdə vurğulayır və deyir ki, eyni adlı bucaqlardan biri, məsələn, 40 dərəcədir, digər bucağı tap. Təbii ki, onda məlumdur ki, əgər bu eyni adlıdırsa, biri 40-dırsa, digər də 40-dır. Eyni adlı ikizdir, uşaqlar, ikizdirlər bunlar, elə bil ki. Yaxşı, prosto bunların adı eynidir, yaxşı. Bəs müxtəlif adlı olanda necə? Neçin, uşaqlar, toplayırsınız, 180 dərəcəyə bərabər edirsiniz. Baxın, siz burada bəzi nüanslar var, onları bilməlisiniz. Bu sizə göstərir onsuz. Şərtdə deyir ki, görün ha. Deyir ki, məsələn, eyni adlı sözünü demir, işlətmir. Deyir ki, uşaqlar, uyğun tərəfləri paralel olan bucaqlardan biri 70 dərəcədir. Baxın, bucaqlardan biri 70 dərəcədir. Hə, digər bucaqda, məsələn, bundan böyükdür. Belə deyə bilər də. Və yaxud da deyə bilər ki, uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Ay uşaqlar, gəlin fikirləşək də, əgər uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 5 dəfə böyüksə, deməli artıq bunun eyni adlı olması getdi. Yəni bu eyni adlı ola bilməz. Nəyə görə müəllim? Çünki eyni adlı olanda bu bundan böyük ola bilməz axı o birisindən. Bunlar bir-birinə bərabər ola da gərək. Yaxşı, böyükdürsə deməli bu nədir? Uşaqlar, böyükdürsə, deməli artıq burada müxtəlif adlıdan söhbət gedir. Yaxşı. Baxın, uyğun tərəfləri paralel olan, ikisini də yazmır ha, demir, paralel və ya perpendikulyar olan, bir dənəsini deyir. Deyir, uyğun tərəfləri paralel olan.
bucaqlardan biri digərindən 5 dəfə böyükdür. O dəqiqə deyirsiniz, bir bucaq məsələn olsun 1 alfa, digəri olsun 5 alfa. Aha, tamam. Bu əgər bundan böyükdürsə, deməli bunun toplu bərabər elə 180 dərəcəyə də uşaqlar. Bunun dərəcəsini də qoyaq. Buradan nə baş verəcək? 6 alfa bərabər 180 dərəcə və buradan da alfa bərabər 180 bölü 6 30 dərəcə eləyəcək. İndi bucağın biri 1 alfa idi, yəni 1 vur 30 dərəcə, 30 dərəcə. Digəri isə 5 vur, yəni 150 dərəcə eləyəcək. Gördünüz uşaqlar necə çıxdı? Bəzən şagirdlər harda çalışır? Deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan. Perpendikulyar sözünü görür, hamı toplayır, bərabər eləyir 90 dərəcəyə. Axı, bu mümkün deyil uşaqlar. Biz nəyə görə 90 dərəcəyə bərabər eləyək də? Bu doğru bir şey deyil. Yəni, siz uyğun sözünü gördünüzsə, bu uyğun söz var, abi. Bunu gördünüzsə, qutardı getdi. Yəni, sizin əsas məqsədiniz nədir? Eyni adlı olanda bir-birinə bərabər eləmək, müxtəlif adlı olanda da topla bərabər elə 180-ə. Yaxşı uşaqlar. Bax, bunu bildik. Bu çox vacibdir, yaxşı. Yaxşı, bunu biləndən sonra neynəyək? Gəlin, buna aid bir suala baxaq. Bir dənə də suala baxaq. Görək artıq təyin edə bilirikmi? Uşaqlar, deyir ki, uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün. Baxın, buradan deyir alfa və beta bucaqları üçün. Aha. Bizə nəyi verib? Alfa plus 3 betanı 240 verib. Uşaqlar, bu sual toplu sualıdır. Həmçinin dinamika sualıdır. Dinamika, yəni imtahan sualları iştirak etmiş bir kitab deməkdir. Alfa plus 3 beta bərabər 240 dərəcə. Yaxşı. Uşaqlar, bizə görün nə deyir? Şərtdə deyir ki, bax, uyğun tərəfləri paraleldir bunların. Aha. Və bizə görün nə deyir? Deyir, alfa və betanın ala biləcəyi qiyməti tapın. Və sonra deyir, 2 hala baxın. Yəni, biz 2 hala baxacağıq, alfa və betanın ala biləcəyi qiymətləri tapacağıq. 2 hal nədir uşaqlar? Təbii ki, uyğun tərəfləri paralel olan bucaqlar 2 cür oldu. Eyni adlı oldu və müxtəlif adlı oldu. Eyni adlı olanda nə baş verdi? Bir-birinə bərabər oldu. Bəs yaxşı, müxtəlif adlı olanda nə baş verdi? Topladıq, 180 dərəcəyə bərabər elədi. Onda belə çıxır ki, mən 2 cür yanaşacağım. Bir dəfə deyəcəm ki, mən bu qardaşları eyni adlı götürürəm. Mənə baxın, siz eyni adlısınız. Yaxşı? Ay uşaqlar, bu oldu eyni adlı. Deyirəm, alfa bərabər beta. Sonra deyirəm ki, siz bir dəfə müxtəlif adlı olacaqsınız. Çünki mənə şərtdə deyir ki, 2 hala bax. Alfa bərabər beta. Uşaqlar, indi nə edəcəm? Baxın. Alfa plus, bu alfa betaya bərabərdir də. Gəlin bu betanın yerinə alfanı yapışdıraq. Yapışdırdıq, aha. Əla. Qəşəng gedirik. 4 alfa bərabər 240. Aha. Alfa da bərabər 240 böl 4. Eləyəcək 60 qardaş. Uşaqlar, deməli, baxa görə düzdür. Aha. Alfa 60-dırsa nə baş verir? Deməli, beta da 60-dır da. Tuturuq da söhbəti uşaqlar. Niyə beta da 60 olur? Çünki eyni adlıdır. Bax, birinci hal budur. Bax, gəlin buradan bir də səlqə ilə yazaq ki, bu birinci haldır. Belə də ox qoyaq. Bəs ikinci hal nədir? İkinci halda demişəm ki, topla bərabər elə 180-ə. Yaxşı. Uşaqlar, onda bu bizə verilən, bizə verilən budur. Bu qardaşı yazıram aşağıdan. Bir də belə mənə verilən bu ikinci halı da yazıram. Onu tapmışıq da vəziyyət. Nədir? Nə pis yazıram. Eyb yoxdur. Əsas odur, siz başa düşürsünüz. Uşaqlar, indi nə edəcəyik? Baxın, heç nədə. Gəlin uşaqlar. Yuxarıdan aşağı çıxaq. Yuxarı daha böyükdür də, sistem tənlik. Yuxarıdan gəlin aşağını çıxaq. Alfadan alfa çıxdım 0. 3 betadan 1 beta çıxdım 2 beta. Məsəlgəli eləyək. 240-dan 180 çıxanda elədi 60 dərəcə. Və buradan da beta elədi 60 dərəcə bölü 2 30 dərəcə. Uşaqlar, beta 30 dərəcədir. Aparın, yapışdırın yerinə. Alfa nə çıxır? 150 dərəcə. Bu da oldu ikinci hal. Deməli, vəziyyət necədir? Bu oldu birinci hal. Birinci halda alfa 60, beta 60. İkinci halda alfa 150, beta 30. Bu da oldu ikinci hal. Yaxşı? Bəli. Bu da belə. Deməli, necə oldu uşaqlar? Uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar heç nə. Eyni adlı oldu müəllim, müxtəlif adlı oldu. Eyni adlı olanda bir-birinə bərabər elədik. Müxtəlif adlı olanda nə elədik uşaqlar? Nə elədik? Topladıq, 180 dərəcəyə bərabər elədik. Düzdür? Gəlin bunu belə silək. Baxa görək başqa imtahana